Hər birinizə salamlar. Artıq biz 20 aprel 2025-ci il 9-cu sinif buraxılış imtahanında səhv suallar videolarının 3-cü hissəsi ilə birlikdəyik. Və biz bu sualda birlikdə riyaziyyatdan səhv olan 3-cü sualımıza baxıb təhlil edəcəyik və mən bu sualdakı səhvləri sizə izah etməyə çalışacağam. Videoya başlayaq, görək bizim üçün şərtdə nə deyilir. Deyilir ki, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Deməli, qısaca bizə deyilir ki, aşağıda bir qrafik var və bu qrafikdə pulumuzun miqdarı və günlərimizin sayı göstərilir. Və biz bu qrafikə əsasən Elnurun pulunun neçə günə bitəcəyini tapmalıyıq. Qrafikdən aydın bir şəkildə görürük ki, Elnurun ilk gün pulu 150 manat olub və daha sonra xəttli bir şəkildə azalaraq davam edib. Xəttli bir şəkildə azalması düzgündür, çünki Elnur hər gün eyni miqdarda pul xərcləyib, yəni bizim qrafikimizin xəttli azalan olması tam düzgün bir haldır. Bizim bu qrafikimizdəki əsas səhv ondan ibarətdir ki, bizim Elnurun hər gün eyni miqdarda pul xərclədiyi verilsə də, bizim xərclənən pulumuz xəttli bir şəkildə artaraq davam edir qrafikimizdə. Yəni biz qrafikdə görə bilirik ki, birinci gün xərclənən pulla ikinci gün xərclənən pul eyni miqdarda deyil. Lakin bizə şərtdə verilib ki, hər gün Elnur eyni miqdarda pul xərcləyir. Qısaca bizim xərclənən pulumuzun qrafiki bu şəkildə olmamalı idi. Sabit bir funksiya şəklində olmalı idi. Yəni qısaca belə göstərmək olar. Bunu silsək, Elnurun pulu hər gün eyni miqdarda xərclənməlidir. Yəni günlərin sayı xərclənən pulu dəyişdirməməlidir və qrafikimiz bu şəkildə x oxuna paralel olmalıdır. Y bərabərdir A funksiyası sabit funksiya şəklində olmalıdır. Çünki qrafikimizdə hər gün eyni miqdarda pul xərcləndiyi göstərilməlidir. Biz bunu belə fərz etsək, yəni sualımızı belə bir şəkildə fərz edib düzgün qəbul etsək, sualımız necə həll olar? İndi onu göstərəcəm sizə. Deməli, biz görürük ki, bizim qalan pulumuzla xərclənən pulumuz bir nöqtədə kəsişir və bu nöqtə 15-ci gündür. Deməli, biz nə görə bilərik? Xərclənən pulumuzla qalan pulumuz 15-ci gündə eynidir. Yəni, xərclənən pulumuz qalan pulumuza bərabərdirsə, ümumi 150 manat pulumuz var isə, deməli biz 75 manat xərcləmişik, 75 manat da qalıb. Bundan sonra isə sualın həllinə keçsək, deməli, sualın həlli tənasüblə olacaq. Necə olacaq göstərim. 15 gündə biz 75 manat xərcləmişiksə, neçə gündə 150 manat xərcləmiş olarıq və bizim pulumuz bitmiş olar. Biz əslində bunu tapmalıyıq. Tənasübdən bunu tapsaq, x bərabərdir 150 vurulsun 15 bölünsün 75. 150 ilə 75 bir-birini ixtisar edəcək və 2 vur 15 x bərabərdir 30 gün almış olarıq. Əgər dediyim kimi, sualımızın qrafiki bu şəkildə verilsəydi, xərclənən pulumuz xəttli bir şəkildə yox, xəttli funksiya şəklində yox, sabit funksiya şəklində göstərilsəydi, bizim sualımız düzgün olardı və cavabımız da 30 gün olmuş olardı. Ümid edirəm ki, anladınız. Bu günlük bu qədər. Gələn videolarda görüşənə qədər sağ olun.